Və dostlar, rəsmimizə başlayaq. Belə çeviririk və sizə göstərir. Burada bu nədir? Belə dayanmasa, belə dayanmasa, mən onu dayandım. Baxın dostlar, belə qalmalıdır. Peki dostlar. Baxın, birinci 07 həvəskarlarına deyirəm. Necə maşın çəkilir? Birinci, belə. Olmadı, bir dəqiqə. Belə düz xət çəkirik. Sonra onu iki tərəfə bölüşdürürük. İki dənə xət belə. Dəqiqə. Dostlar, mən istəyirsiniz daha yaxşı, aydın və başa düşülür çəkim. Biraz qəribə olur, bilirəm. Sonra belə 07 favas kimi eləyirik. Belə. Bunu sonra qavaldaram mən. Belə. Biz məndə əyri-üyrü olur, çünki tam kameranı qoya bilmədim də. Baxın, belə. Sonra buna belə, sonra belə bir xət qoyuruq. Təbii ki də logomuz. Sonra bunun içini rəngləyirik. Yəni buradan dairə çəkirik, o radiatorun içində olan bir önəmli bir şeydir. Sonra belə eləyirik, bağlayırıq. Belə. Burasını rəngləyirəm, amma mən rəngləməməyi tərcih edirəm. Belə. Burası da qaralacaq. Belə. Sonra belə bir dənə düz xət çəkirik. Amma tam mənki biraz əyridir, bilirəm. Baxın dostlar. Belə. Mən yavaşlatmıram, çünki siz yəni görə bilməyəcəksiniz. Tez olanda da adam başa düşmür. Mən də ilk dəfə belə baxıb çəkmişəm də, yəni mən lap da professional deyiləm axı belə. Belki qələm aldaydı. Hə. Belə şeylər üçün qara yazanlardan lazımdır. Məsələn, belə qavaldırıq buranı. Bu əsasdır ki, 07 həvəskarları özü də bilirlər ki, 07-nin avtoş halında belə olur. Sonra dairəmizi üstündən gedirik. Bu belə figurdan bir dənə də bunun yanına çəkirik. Düz gəlmədi. Bəli. Sonra 07'miz belə alınır. Ondan sonra bunun düzəlməsi üçün bunun üstünə belə. Son nömrəni mən istəmirəm qoymaq, amma qoymaq lazımdır. Nə qoyum? Ha.
Kənar qoyun bəsdir. Ondan sonra biz belə bir düz xətt çəkirik. Tam düz yox. Sonra belə dümdüz getməlidir. Dostlar, əslində bunu buradan çaşdı. Neyse. Belə eləyə bilərsiniz buradan. Amma mən qısa eləməyi tercih edirəm. Belə. Sonra belə bir eləyirsiniz belə. Sonra da belə. Ondan sonra belə dostlar belə. Sonra dümdüz çəkirsiniz. Dostlar, məndə biraz qəribədir, çünki kameranı ayarlaya bilmədim. Yəni biraz məndə şeydir, yəni elə də super çəkməmişəm. Belə. Mən bunu yavaşlatmıram ya da tezləşmirəm. Çünki siz rahat baxıb çəkə bilərsiniz. Yəni buna heç bir 10 dəqiqə sərf olunur yalı yox. Siz baxıb yaxşı çəkməlisiniz, çünki rəsm xəttdə mən getmirəm. Açıqcası ona görə elə də rəsmdən yaxşı deyil. Siz indi dayanmayın və dəstəklərinizi ilətin. Dostlar, yəni sizin abunə olmasanız da like edin ki, tweetlərdə qalaq. Həmişə shortlarda qabağa çıxım da. Buranı belə qaraldırıq. Dostlar, istəyirsinizsə normal uçqa, qələm, karandaş kimi çəkmək olar. Sonra belə biraz eləyirik. Sonra belə eləyib qavaldıq. Sonra bir dənə belə. Bunun adı nə idi? Təmizləyir də. Bundan bir dənəsini qoyuruq, o birinə qoymuruq. Bir dənə təkər. Gələn videoda dostlar şey çəkəcəm. Kamaz. Kamaz açıqcası biraz bunlardan kolaydı. Belə getdik. Ona sonra baxarıq. Belə. Dostlar, məndə əldən düz gəlmir. Nəsə nə bilmir. Belə. Və dostlar, yorumlara yazın. Bu Kamaz videosundan sonra hansı video gəlsin? Belə xəttlər çəkirik, qavaldırıq. Biz bunu böyük eləsəz daha düzgün olar. Sonra belə. Spansiyon zadı. Mən o bir maşınlarında spansiyon eləmişəm. Bunu da eləməməyi tercih elədim. Baxın, hələlik belədir. Amma belə düz olmadığı üçün bura belə bir şey var idi. Bir dəqiqə göstəreyim. Baxın, mənim 16'mda belədir. Burada bir şeyler var ona görə. Hə, bir də dostlar, istəyirsinizsə 06 gələ bilər. Bilmək olmaz. Belə getdik. Sonra bir dənə antena. Və dostlar, bilirəm ki, məndə biraz pis oldu. Çox trilyon faiz. Gələn səfər kameranı düzəldib daha süper çəkərəm. Əslində yəni o bir rəsmlərə baxdıqda mənki zaydı.
Belə olmalıydı mənki. Hə, belə olmalıydı. Düzəltdim. Biraz bunu. Uy. Ha. Birdən lan. Düzəltmək. Neyse. Belə qaldı. Tam qavalmasa da olmalıdır. Bunun şors gəlməsi üçün like edin. Uydu mənki lap kakaş günündə demək. Sonra belə düz, belə xət çəkin ki düzgün olsun. Təkərləri biraz belə, biraz böyük çəkin ki normal təkərə oxşasın. Mənki kimi birisi belə, birisi elə. Sonra bir dənə Azerov simgesini belə eləmək olar. Azerov, hə. Azelov'u sonradan dostlar belə kısaldılmış varyantında. Bakın dostlar belə oldu. Biraz karandaş götürürük, buraları qavaldırıq. Sonra bunu istəyirsinizsə rengi lazımdır. Yox dostlar, renk vacib deyil. Baxın belə oldu. Bundan istəyirsiniz ki daha yaxşını çəkə bilər. Sağ olun, sağ salamat.